Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Demək, bizim bugünkü mövzumuz, bilirsiniz, bu Venezuelanın prezidenti Maduro'nun Amerika tərəfindən həbs olunması ilə bağlıdır. Bilirsiniz ki, artıq ikinci sutkadır ki, bütün dünya gündəmini zəbt edib bu xəbərlər və bununla bağlı da hər kəsin müəyyən fikirləri var. Məsələn, dünya ekspertləri hərəsi bir rəy verir, bəziləri deyir ki, bu qurulma işdir. Yəni, Maduro artıq bilirdi ki, onun vaxtı çatıb, onu ya Səddam Hüseynin taliyi gözləyir, ona görə də bu variantla ölkəni danışıqlar yolu ilə tərk elədi. Trumpla bir bunların qurma işidir bu. Bəziləri başqa, digərləri tam başqa versiyalarla iddia edirlər. İndi deyirlər ki, güya Maduronu aparıblar, Amerikanın elə əyalətinin aparıblar məhkəməsinə ki, orada edam cəzası var. Güya Maduronu, orada da edam cəzası narkotacirlərə verilir. Güya həmin o əyalətdə Maduronu narkotacir kimi edam eləyəcəklər falan filan və ilaxır. Danışırlar, hələ bir söz danışır. Biz də oturub kənardan müşahidə edirik. Amma əziz millətim, məni narahat edən tamamilə başqa bir məsələdir, başqa bir şeydir. Verin reklamı. Demək, məsələ nədir? Məsələ bizim dövlət başçımızın Maduro'la olan şəkilləri bəzi nadürüstlər tərəfindən paylaşılır və onun altından müxtəlif fikirlər yazılır. Bizim dövlətin başçısını Maduro'la əlaqələndirirlər, bunlar eyni adamdır və ilaxır. Yəni, mən deməyimlə deyir, hər biri sosial şəbəkələrdə görürsünüz bu paylaşımları. Mənə ən pis təsir edən budur ki, insan nə qədər, nə bu insanlarda, bu nə qədər şərəfin, ləyaqətini itirəsən ki, yəni öz dövlətin başçısını gətirəsən sən burada, əlaqələndirəsən falanla filanla, yəni mən öz dövlətimin heç bir adi bir şəxsinin də yanını heç kimə vermərəm də, yəni bu mənə toxunan bir şeydir. İlham Əliyev diktatura olsa, bütün süz diktator olsa, bütün camaat küçədə, çayxanada, kafedə kim nə istəyir danışır, kim nə istəyir deyir. Bəziləri irəli gedib söyüşdə söyürlər, bizim özümüzü söyürlər. Bizə deyirlər ki, siz İlham Əliyevin trollarısınız. Güya ki, İlham Əliyevin işi gücü yoxdur, bizi ilə məşğuldur. Ay kişi, bu şəkilləri paylaşırsınız, siz özünüzü biabır ediyorsunuz. Yəni, nə qədər səviyyəsiz bir insan olduğunuzu ortaya qoymuş olursunuz. Bəyən Maduro, tək İlham Əliyevləndir şəkili. Maduro'nu bu dəqiqə onu yatdığı yerdən götürüb aparan dövlət var. Onun rəhbərləri ilə də şəkili var. Bu, Trump'dan qabaqki nə idi o? Yıxıla-yıxıla gəzən. Ona da şəkillər var. Nə bilim, mən Avropanın dövlət rəhbərlərinə, Macronla, nə bilim, o birisi ilə, bu birisi ilə, hamısı ilə də oturduğu şəkillər var, dövlət başçısı olur. İndi nə demək istəyirsiniz ki? Tək İlham Əliyevlə də onun şəkili, utanmırsınız, ölmürsünüz. İndi durub buradan mənim videomun altından mən söyürsünüz, orada yazılar yazırsınız ki, Azad İskəndərli satılıb, nə bilim mən, nə, gic-gic, axmaq-axmaq, İlham Əliyevin troludur, nə bilim, nədir. Ay, bədbəxt uşağı bədbəxt. Mənə tanıyan adam bilir ki, mən bu hökumətdən, mən bu dövlətdən
56 yaşım var, 10 qəpik qidalanmamışam bu günə qədər. Nə maaş almışam, nə işləmişəm, nə bir şey, heç bir şey. Görürsünüz nə qədər nə hər şeyinizi itirmiş adamlarsınız. Bəli, mənim bu dəqiqə, indi bu dəqiqə, mənim bu çıxışımın səbəbi odur. Səbəbi odur ki, siz bizim dövlət başçısını Maduro'nun şəkillərini qoyub paylaşmaqda sizə çatdırmaq fikrim odur ki, çatdırmaq istədiyim fikir odur ki, çox səviyyəsiz adamsınız siz. Çox belə axmaq, giriz, indi neynəsinlər? Heç görürsünüz ki, bir Fransız Macron'un, Maduro'nun şəkillərini paylaşan gördünüz şeylərdə. Bir Amerika vətəndaşını, Amerika prezidenti ilə bundan qabaqki ilə, adını çəkmək istəmirəm, ondan zəhləm gedirdi düz 92-ci ildə. Onun şəklini görmüsünüz, paylaşsınlar bir Amerikan vətəndaşı. Siz niyə bambılılıq eləyirsiniz? Siz niyə bambılılıq? Ay səviyyəsizlər, ay bambılılar, ayıb deyilmi? Bir kişilikiniz olsun, bir qeyrətiniz olsun, bir namusuz olsun, bir dövlətə bir xidmət eləyin, bir millətə xidmət eləyin. Benzin qalxıb 5 köpük, əcəb olub qalxıb, yaxşı olub qalxıb. Hər həyətdə 3 maşın var. Mən ən çox bax, əyalət rayonlarında olam. Bakı ümumiyyətlə, Bakıya piyada getmək lazımdır. Əyalət rayonlarında maşın sürmək mümkün deyil. Bir həyətdə 3 maşın var. Əhalinin hamısının maşını var. 10 milyon Azərbaycanlı var. Bəlkə bir 6 milyon maşın var Azərbaycanda. Körpələri qocalara çıxar, qalan hamının maşını var. Elə et var, 2-3 tane maşın var. Tərpənmək olmur. 5 qəpiyi qaldırmaq lazımdır. Benzinin litri 10 manat, 20 manat olmalıdır. Belə şey olar, yaşayışımız təmiz dəhşətə gəlmişik. İndi götürün bunu, bu başqa mövzuda oraya keçmirəm. Bunu əsas gətirirsiniz. Nə bilim, mən 10 qəpik qaz qalxıb, bunu əsas gətirirsiniz. Ayıb da ay kişi. Gedin, baxın, görün Azərbaycanda necə yaşayır cəmaət. Maşın əlindən tərpənmək olmur. Hər gün maşın sürən adam sürüb 15-20 manat benzinə pul verir. Tək maşının benzinə hələ təmiri, sığortası, nə bilim, orası, burası, bu biri tərəfi də olsun. Həkim yanına getmək olmur, növbədər. Maşın ustası yanına getmək olmur, növbədər. Marketlərə növbə əlindən girmək olmur. Gəlin göstərim də hamımızı. Bir dənə restoranda gedib bir iskan çay içmək olmadı bu bayram ərəfəsində. Hamısı dolu. Nə olub ki Azərbaycana? Nə şəklin paylaşsınız ki Madurona, İlham Əliyevin? Nə deməksə, onsuz da bu cəmaət hər şey yaxşı görür. Sadəcə olaraq o ağzı əyri adamlar ki var, onların ağzı heç vaxt düzəlməyəcək. Və bundan mən bilirəm ki, sizin o paylaşdığınız şəkillər də, o yazdığınız yazılar da əhəmiyyətsiz bir şeydir bu Azərbaycan xalqı üçün. Sadəcə olaraq mən özümə borc bildim. Mən özümə borc bildim ki, buna bir münasibət bildirim də sizin bu səviyyəsizliyi sizi üzünüzə deyim. Çox sağ olun əziz millətim. Tanrı Azərbaycanı qorusun, Tanrı dövlətimizi qorusun, Tanrı Türkü qorusun.